Həqiqətən Peyğəmbərimizi sallallahu aleyhi və səlləm sevmək ən əzəmətli, itayət və Allaha yaxınlaşdıran ən böyük vəsilədir. Çünki o, Adəm övladlarının ən şərəflisi, bəşəriyyətin rəhbəri, Allahın qullarına nümunə və doğru yola çağıran bir peyğəmbərdir. O, aləmlərə bir rəhmət olaraq göndərilmiş və haqq yolda olanlara bələdçidir. Uca Allah öz qullarına ona itayət və hörmət etməyi, onu sevməyi, ehtiramını saxlamağı və onun haqqını yerinə yetirməyi vacib etmişdir. Allahın salavatı və salamı onun üzərinə olsun. Hər bir iddianın doğru olub olmadığını sübut edən bir dəlilə ehtiyacı olduğu kimi, Peyğəmbəri sallallahu aleyhi və səlləm sevməyin də səmimiliyini göstərən əlamətlər vardır. Kimin bu əlamətlərdən nəsibi nə qədər çox olarsa, onun Peyğəmbərə sallallahu aleyhi və səlləm olan məhəbbəti də o qədər böyük olar. Bu əlamətlərdən altısını qeyd edək. 1. Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnəsinə tabe olmaq və onun yolunu tutmaq. Uca Allah buyurur: De, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhimlidir. Ali İmran 31. İbn Kəsir bu ayənin təfsirində deyir: Bu ayə Muhammedin sallallahu aleyhi və səlləm yolunda olmadığı halda Allahı sevdiyini iddia edən hər kəsin sözlərində və əməllərində yalançı olduğunu bəyan edir. Muhammedin sallallahu aleyhi və səlləm şəriətinə və onun gətirdiyi dinə tabe olmadıqca heç kəs Allahı sevdiyini iddia edə bilməz. Necə ki, səhih əsərində Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini bildirilir: Hər kim bizim dinimizdə olmayan bir əməl edərsə, o rədd olunur. Muslim 45-90, 32-43. Peyğəmbəri sallallahu aleyhi və səlləm sevməyin əlamətlərindən biri də onun yolu ilə getmək, sözünə, əməlinə və əxlaqına tabe olmaqdır. 2. Peyğəmbəri sallallahu aleyhi və səlləm çox xatırlamaq və görməyi arzulamaq. İbn Qeyyim, Allah ona rəhmət etsin, deyir: Bəndə sevdiyini nə qədər çox zikr edər, gözündə onun gözəlliklərini canlandırarsa, ona olan sevgisi artar, az yada saldığı təqdirdə isə sevgisi zəifləyər. Sevənin gözünü aydınladan, sevdiyini görmək, qəlbini rahatladan isə onu xatırlatmaqdır. Müslim rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu: Məndən sonra ümmətimdən elə insanlar olacaq ki, məni görmək üçün ailəsini və malını fəda etməyə hazır olacaqlar. Muslim 28-32. Peyğəmbəri sallallahu aleyhi və səlləm zikr etmək dedikdə, onun gözəl xüsusiyyətlərini, əxlaqını, sünnəsini və həyatını bəyan etmək və ona çoxlu salavat gətirmək nəzərdə tutulur. Peyğəmbəri sallallahu aleyhi və səlləm görməyi arzulamağın, onun yolunu getməyin və bu yolda çalışmağın bəhrəsi cənnətdə onunla birlikdə olmaqdır. 3. Quran-ı Kərimi öyrənmək, ona əməl etmək və onun buyurduğu əxlaqi keyfiyyətlərə yiyələnmək. Abdullah ibn Məsud, Allah ondan razı olsun, demişdir: İnsan yalnız Quran vasitəsilə özünü yoxlaya bilər. Əgər Qurana sevgisi varsa, demək ki, o Allahı və onun elçisini sevir. Qurana sevgi hidayətin ən böyük qapısıdır. Allah bu kitabı nur, mərhəmət və zikr olaraq göndərmişdir. O, qəlb xəstəliklərinə şəfadır. Ona sevgi göstərmək, onu avazla və ayələrini düşünərək oxumaq, buyurduqlarına əməl etmək qəlbin dirilməsinə səbəbdir. Peyğəmbəri sallallahu aleyhi və səlləm sevənləri sevmək, onun düşmənlərinə isə nifrət etmək. Bu, imanın ən möhkəm ipidir. Necə ki, bu barədə Peyğəmbərdən sallallahu aleyhi və səlləm hədis rəvayət edilir. İmanın ən möhkəm iplərindən biri Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Əhməd 18-524. Bu, insanın Allah Rəsulunun sallallahu aleyhi və səlləm sevdiyi əməlləri, xüsusiyyətləri və əxlaqları sevməsi, sevdiyi şəxsləri dost tutması, eyni zamanda onun bəyənmədiyi əməllərdən, xüsusiyyətlərdən və şəxslərdən uzaq durması ilə gerçəkləşir. Kim Allah elçisinin sallallahu aleyhi və səlləm nifrət etdiyi şeyləri sevər, sevdiklərini isə nifrət edərsə, onun Peyğəmbərə sallallahu aleyhi və səlləm
olan məhəbbət iddiası yalandır. Bu mənanı sübut edən çox saylı dəlillər və hədislər vardır. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: Kim əlini sevərsə, məni sevmiş olar. Kim ona nifrət edərsə, mənə nifrət etmiş olar. Əl-Hakim 3:13. Həmçinin buyurmuşdur: Kim Həsən və Hüseyni sevərsə, məni sevmiş olar. Kim onlara nifrət edərsə, mənə nifrət etmiş olar. Əhməd 78-76, İbn Məcə 143. Həmçinin buyurmuşdur: Kim ənsarları sevərsə, məni sevdiyinə görə sevər. Kim onlara nifrət edərsə, mənə olan nifrətindən dolayı olar. Təbərani 789. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Kim məni sevərsə, Üsaməni də sevsin. Muslim 29:42. Beləliklə, səhabələri Peyğəmbərin sallallahu aleyhi və səlləm əhl-i beytini və onlara gözəl şəkildə tabe olan elm və fəzilət sahiblərini, abidləri və zahidləri sevmək, Peyğəmbərin sallallahu aleyhi və səlləm sevdiklərini sevməkdir. Eyni şəkildə fəzilətli əməlləri, kamil ədəbləri, gözəl rəftarı sevmək də onun sevdiklərini sevməkdir. Həmçinin bunun əksi olaraq şər əhlinə və pis əməllərə, pis əxlaq və onun pis rəftar sahiblərinə nifrət etmək, onun nifrət etdiklərinə nifrət etməkdir. 5. Peyğəmbəri sallallahu aleyhi və səlləm uca Allahın ona verdiyi məqamdan üstün etməklə həddi aşmaqdan və ifrata varmaqdan çəkinmək. Bəzi insanlar səmimi məhəbbət adı ilə onu ifrat təriflərə ucaldırlar. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm bundan qəti şəkildə çəkindirmişdir. Bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Ey insanlar, məni Allahın mənə verdiyi məqamdan yuxarı qaldırmayın. Həqiqətən Allah məni Peyğəmbər etməzdən əvvəl özünə qul etdi. Əl-Hakim 48-25. Ənəs İbn Məlik, Allah ondan razı olsun, rəvayət edir ki, bəziləri dedilər: Ey Allahın elçisi, sən bizim ən xeyirlimizsən, ən şərəfli nəslimizdənsən. O buyurdu: Sözünüzü deyin, şeytan sizi azdırmasın. Mən sadəcə Allahın qulu və elçisiyəm. İbn Hibban 62-40. Başqa hədisdə deyilir: Xristianlar Məryəm oğlu İsanı şişirdib onda həddi aşaraq onu təriflədikləri kimi siz də məni tərifləməyin. Mən sadəcə Allahın quluyam. Odur ki, mənə Allahın qulu və elçisi deyin. Əl-Buxari 34-45. 6. Bidətlərdən çəkinmək və nəfsi istəklərə uymaqdan uzaq durmaq. Peyğəmbərin sallallahu aleyhi və səlləm bidətlərdən, dində yeniliklərdən çəkindirməklə bağlı çox sayılı və tanınmış hədisləri vardır. Lakin bəziləri elə zənn edir ki, Peyğəmbəri sallallahu aleyhi və səlləm sevməyin ən gözəl yolu bidətlərə yönəlmək, nəfsi istəklərə uyaraq dini, elmsiz, Quran və sünnədə əsası olmayan ayinlərə, mərasimlərə və əsassız davranışlara çevirməkdir. Bəziləri Peyğəmbərə sallallahu aleyhi və səlləm olan sevgilərini göstərmək üçün onun mövlud, doğum gününü bayrama çevirir. Hicrət gününü təntənə ilə qeyd edir və İsra gecəsini bir mərasim halına gətirirlər. Həmin günlərdə məclislər təşkil edərək qəsidələr, şeirlər oxuyur və ona təriflər deyirlər. Əslində bu şəxslərin niyyəti Peyğəmbərə sallallahu aleyhi və səlləm sevgi göstərməkdir. Bu əməllər niyyət etibarı ilə gözəl sayılsa da onun yolu deyil. Ona olan sevgini göstərməyin doğru yolu yalnız onun yolu ilə gedib sünnəsinə tabe olmaqdır. Nə sahabələrdən, nə tabeinlərdən, nə də tanınmış imam və alimlərdən bu cür davranışlar barədə heç nə nəql olunmuyor. Əksinə, onlardan bizə çatan bu cür yenilikləri qınamaq və onların təhlükəsinə işarə etmək olmuşdur. Abu Bakır, Allah ondan razı olsun, xəlifə seçildiyi gün belə demişdir: Şübhəsiz, mən ancaq tabe olanam, yenilik gətirən deyiləm. Əgər düz yolda olsam, mənə tabe olun. Yox, əgər yolumdan azsam, məni düzəldin. İbn Sad, Təbəqat əsəri. Abdullah İbn Məsud, Allah ondan razı olsun demişdir: Sünnəyə uyğun bir əməldə orta yol tutmaq, bidət əməldə çalışqan olmaqdan daha xeyirlidir. Əl-Hakim Mustadrak əsər. Peyğəmbərin sallallahu aleyhi və səlləm haqqını və ümmətin ona qarşı olan vəzifəsini bilən şəxs bu yeniliklərə üz tutmaz. Əksinə, onun sünnəsinə tabe olar və yolu ilə gedər. Bu ümmətin ən fəzilətli ilk nəsil olan səhabələr bunu kamil şəkildə dərk etmişlər. Onlar Peyğəmbəri sallallahu aleyhi və səlləm analarından, atalarından və canlarından əziz tutardılar. Onun sevgisini hər şeydən üstün bilərdilər. Onun yolunda canlarını
mallarını, vaxtlarını fəda edərdilər. Onu izzətləndirər, ehtiram göstərər, haqqını tam şəkildə yerinə yetirərdilər. Onlar ona ən layiqli, onunla yoldaşlığa ən yaxın olan və onun yoluna ən doğru şəkildə tabe olan kəslər idilər. Uca Allah bizi Peyğəmbərə sallallahu aleyhi və səlləm tabe olanlardan, ona iman gətirənlərdən, sevgisində sadiq olanlardan etsin. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhammedin üzərinə olsun.